videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi Mingəçevir şəhərindən salamlayıram bütün Azərbaycan xalqına. Değerli izleyicilerimiz, bildiğiniz kimi Mingəçevir şəhərində xalqın birliği sayesinde şəhid Rüstəm qardaşımızın adına ev tikilir. Bu günlərim şəhid anası Aynur anamızın nəvəsinin kiçik toy məclisinə dəvət almışıq. Təbrik edirik, böyük oğlanlardan olsun və Allah Taala övladı olmayan hər bir kəsə evlad nəsib eləsin. Və gözəl izləyicilərimiz, maraqlı, gözəl videomuz olacaqdır. Çəkilişimizi xahiş edirəm, sona qədər izləyin və WhatsApp-ınızda, statusınızda paylaşın, like verin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Allah Taala qazilərimizə şəfa versin. Bu günlərim değerli izləyicilərimiz şəhid Rüstəm qardaşımızın adını daşıyır, bacısı oğlu. Yəni balaca Rüstəm balamızın kiçik toy məclisidir. Maraqlı bir çəkilişimiz olacaqdır. Çalışın sona qədər izləyin və kanalımıza abunə olun. Teşekkürümüzü bildirdik değerli konuklarımıza ve güzel bir yanlış çekimi gelecek konuklarımızın şerefine en güzel musikler bir bağlı kısa istedi. Çünkü konuklarımız muhakkak devleti demeye lazım da musikli meydana. Yakışıklı gelin. Asil! Bravo! Balasının verişini hissettim. Biz de orada işlemiştik. Çünkü Allah sana ömür versin, Allah sana can sağlığı versin. Allah sana bizim üstümüzde mesih eləməsin. Biz de İslam bir döyüşçüler kimi, biz de senin ömür şəhərində, sənin ətrafında,
Sen bizim anamızsan, büyüğümüzsən, canımızsan. Allah sen var olasın. Təbrik edirəm mən də. Başda şahid olun, hamısı. Əllərimdən öpürəm. Allah sizə can sağlığı versin. Gözünüz aydın olsun. İnşallah böyük oyuna gələk Allahın köməkliyi. Təbrik edirəm. Sağ olun, var olun. Çok sağ olun, teşekkür. Her birisinin adına tebrik edirik. Olur, gözün aydın olsun. Ana, karşınızda baş eğri. Okuyalım inşallah. Azerbaycan elimdi, doğmaya seçtimdi. Neydi? Dəstəyi xalqımıza, elimizin yanında olan mən Bərdədən gələn bir dəyərli qonağımız var. Xeyriyyətçi qardaşımızdır. Xəqani Məmmədov, salamlayıram ürəkdən. Hər zaman şəhid valideynləri yanındadır. Allah can sağlığı qismət eləsin. Xoş gəlmişsiniz. Gözün aydın olsun. Bu günlərim hər kəs salamlayıram. Bütün Mingəçevir əhlini salamlayıram və bizim YouTube səhifəmizdə özləri burada olmayıb, ürəyi burada olan bütün Azərbaycan xalqını salamlayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Heç kimsə eşidibdimi? Deyərlər ki, şəhid ölüb. Yox, şəhidlər əbədiyan yaşayır. Biri-birinə deyir ki, filan kəsin atası ölüb. Bunu hamı eşidir. Amma heç vaxt deməyibdirlər ki, şəhid ölüb. Şəhidlər yaşayır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Allah xalqımızı qorusun. Mən xalqın birliyi sayəsində şəhid Rüstəm qardaşımızın adına Aynur anamız üçün ev tikib vermişəm. Allah xalqımızı qorusun. Allah'tan arzu edirəm ki, ana, o evdə həmişə musiqi sədaları gəlsin. O evə maddi, mənəvi dəstəyi olan bütün Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm. Allah xalqımızı qorusun. Və bu günlərim şəhid Rüstəm qardaşımızın adını daşıyan balaca Rüstəmimiz. Gün olsun sənin toyunu bax elə nənən də görsün, babaların görsün, atan anan görsün. Hər birinizə göz aydınlığı verirəm ana. Əllərinizdən ötürəm, qarşınızda baş əyirəm, bütün şəhid ailələrini. Xahiş edirəm, burada başqa şəhid anaları var.
analarımız, hər birinizdən xahiş edirəm. 5 dəqiqəlik da olsa gələsiniz bura. Hər birinizdən xahiş edirəm. Və bütün bu zalda ki, nə qədər bacılarım var, qardaşlarım var. Hər birinizdən xahiş edirəm. Əyək üstə duraq, Azərbaycan xalqın bir gürültülü alqışlayaq. Eşq olsun Azərbaycan xalqına. Allah xalqımızı qorusun. Allah birliyimizi qorusun. Birliyin sayəsində 30 illik həsrətə son qoyuldu. Bax, onu Rüstəm kimi oğullar. Allah bütün şəhid valideynlərinə səbir versin. Bir daha gözünüz aydın olsun və bizim kanalımızda nə qədər ki xeyriyyətçi bacılarım var, xeyriyyətçi qardaşlarım var. Hər birinizə uzun ömür, can sağlığı arzu edirəm. Allah sizləri qorusun. Sizlərin sayəsində mən 44 günlük müharibəyə 210.000 manat Azərbaycan pulu ilə dəstəyimiz olur. Və 14 dənə şəhid və qazi ailəsinə ev tikilir. Allah xalqımızı qorusun. Mən xalqımla fəxr edirəm. Hər əlim bir güc aldığı qüvvə var, bir nöqtə var. Mən də o gücü bax o izləyicilərimizdən aldım. Allah izləyicilərimizin də canı sağ eləsin. Ana, bir daha gözün aydın olsun. Təbrik edirəm. Gün o gün olsun, böyük toyun eləyəsiniz. Efendim çok sağ olun, var olun, teşekkür ederim. Allah sizi var eləsin. Tabii ki, amin deyirəm. Bu güzel təbriklərə, xoş sözlərə qoşulub amin deyirik. Dəstək olan hər kəsə də Allah can sağlığı versin, bağlarına toy qismət olsun inşallah. Ocaqlarına toy qismət olsun inşallah. Amin ana. Asıl bunu Abi Zümür xanımın sizə salamı var. İçərdədir, 17 ildir içərdədir, xabar ofisində. Amma çölə yardım edir. Elə onlarla fəxr eləmək lazımdır. Allah bütün yaxşı qardaşlarımızın qapısını açsın. Bir ana mahnısı gəlsin verilənlərlə. Yanılayım. Ya Allah. Kuş önüme yol açıldı, talihime dursa saldı. Kuş önüme yol açıldı, talihime dursa saldı. Heyif kocalı açandı, anam benim, anam benim. Heyif kocam açıldı, anam benim, anam benim. Vay vay diyerdi yatanlar, arzulara biz satanlar. Vay vay diyerdi yatanlar, arzulara biz satanlar. Arkamızda su yatanda, çok sevilen anam benim. Arkamızda sıratanlar, çok sevilen anam benim. Anam 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 benim, çok sevilen anam benim. Anam benim, ne güzeldir anam benim.
Azerbaycan təranələri gəlsin, gözəl bir musiqi. Ya Allah, eşq olsun, teşekkür ederiz sizlərə. Hacı, elbə var olsun. Olsun. Teşekkür ederim. Tamam, teşekkür ederim. İcra nümayəndəsi çox hörmətli Əhməd müəllimi salamlayır və məktəb direktoru çox hörmətli Ayaz müəllim məclisizdədir. Xoş gəldin söyləyən dillər xoş gəldin. Dağ yanı bağ salıb övlad böyüyən, lüqarlı, qabaqlı əllər xoş gəldin. Xoş gəldin deyirik, dəyərli qonaqlarımızı dəvət edək musiqi meydanımıza. Sağ ol, sağ ol. Mənim gözəl dəyərli izləyicilərim, bilmirsiniz bu nədir? Bunu gətirdilər ki, bu restoran tərəfindən sizə asobunu yollanır. Amma vallahi bilmirəm, Allaha and olsun bilmirəm nədir. Çək görək bu nədir belə. Bir də spirtli iş olar ya.
Ağsaqqal bunu bir dənə yoxla görək. Təqsirə dəvət edək. Çox mübarək İsbitli deyil. inşallah. Ağsaqqal yoxladı deyir, İsbitli var oynadı. Hər birisinin adına bir daha bu gözəl xoş təbrikləri qoşulub amin deyək. Qaynanın adına da təbrik edirik. Ay o halaldır. Bunu göndərən qardaş sağ ol. İstəmiş edirəm, inşallah böyük toylasın, görsün valideynləri. Mən burada dəvət edən Aynur Hanım'ı əllərimdən öpürəm. Gözlər aydın olsun, inşallah nələrin böyük toy görəsən. Təbrik edirəm bir daha. Cənab qonaqlarımız, hər bir xoş gəldiniz. Azanlık yolunda yanar oldunuz, kötü güneşlerde kalan oldunuz. Unutmalar mı sizi şehitler? Dünyanı hayretle saman oldunuz. Azanlık yolunda yanar oldunuz. Kötü yüreklerde
kadar oldunuz. Unutmam olar mı sizi şehitler? Unutmam olar mı sizi şehitler? Allah teşekkür ederim. Yardı köksünüzü namert gülləsin. Yandı dilinizdə fəthə eləməsin. İndi yanaları ahı ağlasın. Baxan gözlərimi yaşı şəhidlər. Baxan gözlərimi yaşı şəhidlər. Dünyanı heyrətə salan oldunuz. Azadlıq yolunda yalan oldunuz. Köçüb ürəklərdə yalan oldunuz. Unutmaq olar mı sizi şəhidlər? Dünyanı heyrətə salan oldunuz. Azadlıq yolunda yalan oldunuz. Köçüb ürəklərdə yalan oldunuz. Unutmaq olar mı sizi şəhidlər? Unutmaq olar mı sizi şəhidlər?
kurban olurum. Ay canım benim. Azerbaycan elimdir, olmaz üzgünümdür. Düşmanlar yansın, bana bağlatanımdır. Ağlı var, kuzu var, Azerbaycan'ın. Ağlı, kuzu var, Azerbaycan'ın. Şehit analardır. Allah bütün şehitlerimize rahmet eylesin. Değerli izleyicilerimiz, bugüne olan çəkilişimizi yekunlaşdırır. Geldik. Rüstəm balamızın kiçik toy məclisində iştirak elədik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun, Allah veteranlarımıza can sağlığı versin. Allah Teala bütün qardaşlarımıza, analarımıza, bacılarımıza övlad toyu qismət eləsin. Övladı olmayan hər bir kəsə də Allah'tan evlad arzulayıram. Dəyər verən insanlar, hər birinizə minnətdaram, hər birinizə uzun ömür, can sağlığı arzu edirəm. Və gözəl izləyicilərimiz, bu günlərin bir xeyirxah qardaşımız Azərbaycan kartımıza 100 manat pul atıb. Allah cibinə bərəkət versin. Və Rus kartımıza isə Rasim Ağa oğlu təşəkkür edirəm, 1000 rubl göndəribdi. İnşallah Allah'ın izni ilə veteran qardaşımıza bazarlıq eləyib apararsan deyibdi. Çox sağ olun. Allah qazancınıza bərəkət versin. Gün o gün olsun ki, Rüstəm balamızın böyük toyunu Allah hər kəsə qismət eləsin, orada iştirak eləsin. Eşq olsun Xəqani Məmmədov YouTube kanalına. Öpürəm gözəl qardaşlarım, gözəl analarımız, bacılarımız. Təşəkkür edirəm hər birinizə.